ona qədər Narınc xanım, siz missiyalarınızı amma tamamlaya bilirsiniz. Bilmirəm kimə nətər kömək edirsiniz. Amma həmişə kömək əlinizi uzadırsınız və gözümüz də həmişə baxanda sizi görə bilir. Turan Aslanov var. O Turanı ki biz burada ona əmanət etmişdik. Qısaca bir xatırlatma verəcəyik ki, hər kəsin yadına düşsün ki, nədən gedir söhbət. Sonra Turanı bura dəvət edəcəyik. Nural qızı. Mən Aslanov Turanın nənəsiyəm. 3-cü sinifdən belədir. Nəvəm kəkələməsi var. Get-gedə artırır. Müalicə götürmüşəm 5-ci sinifdə oxuyanda. O 9 yaşında. Amma effekt verməyib. Get-gedə çox əsəbləşir. Həddən artıq əsəbləşir, danışa bilmir, dərs hazırlaya bilmir. Yaxşı oxuyur, oxuması yaxşıdır. 4-lə 5-lə oxuyur. Amma çox vaxt dərslərini danışa bilmir. Narınc xanımdan artıq dərəcədə xahiş edirik. Mənim nəvəmə kömək eləsin. Mən Turan, Aslanov Turan. Mən artıq futbol bacarıram. Basketbolda yaxşı oynayıram. Dərslərimi yaxşı oxuyuram. Mən istəyirəm ki, bu düzəlsin, ki, kəlməmi düzəlsin. Narınc xanıma inanıram ki, düzələrəm. Düzələr. Düz eləmisən, inanmısan. Ona görə də bax orada belə qaşlarını çatıb danışan olan yaşıl-yaşıl baş bayaqdan oradan gülüşü ilə mənə deyir ki, çağır da məni, çağır gəlim, gəl Turan, xoş gəlmisən. Və tamam dəyişib Turan. Sanki böyüyüb, sanki fərq. Ay, təşəkkür eləyirəm, çox sağ ol, çox minnətlə. Nə gözəl güllərdir bunlar, gəl görüşək də səndən. Turan bala, bəhbə, hədiyyələr gətirmişsən. Nə deyirsəm, xına yaxdı. Xına yaxdı, 3 qulaq, Qəbələdən gəlmişsin. Qəbələdən gələn 3 qulaq gətirəcək də məşhur şirniyyatlarını çoxsa. Özün bişirmirsən yoxsa gözəl xanım? Özüm. Özün. Onda biz bunu onda biz bunu iştahla, çox gözəl iştahla yeyəcəyik, içəcəyik. Təşəkkür edirəm. Gözün aydın olsun deyirəm. Eşitdim deyirmişsiniz ki, evdə mən nəvəmi tanıya bilmirəm. Nənəni tanıya bildiniz, Layla xanım. Nənə də çiçək açıb. Nənə də maşallah. Nənə nəvələr güləndə nənələrimiz. Sayəzdə. Allah canınızı sağ eləsin. Nələr dəyişib dedə bizə? Hər şey. Məsələn. Hər şey. Bax, inan ki, danışıq da düzəlib, sərbəstlik, belə özünə güvəni gəlib. Özünə güvən. Hamısı deyir, bayaqdan deyir, fikirləşirdim, söz tapa bilmirdim, deyirdim bağışda, amma deyir, indi özü gəlir, deyir, sözlər başıma. Sözlər, hə. İndi o zaman biz biraz danışaq da. Turan, necəsən? Yaxşıyam, sağ olsun. Siz, hətta indi verərəm Turan onu paylayaq. Necəsən balam, yaxşı hiss edirsənmi özünü? Yaxşıyam, bəli. Nələr dəyişib, özün daha yaxşı bilərsən? Danışığım düzəlib, əvvəl sözlər tutulurdu deməkdə. Hə, kəkəliyirdin, çətinlik çəkirdin, eləmi sözü demək? İndi amma yoxdur mu kəkələmə? Heç biri, hamısı çıxıb gedib. Dost, tanış, hər şey möhkəm, fikirlərini ifadə edirsən rahatlıqla. Sonra nadincədin biraz sakit olmusan. Nənənin qədrini bilməyə başlamısan, elə? Nənənin, ananın, atanın. Varmı Narınc xalıya bir sözün? Bəli, var. De. Nə sözü var? Mən sizə xüsusi şəkillərimi bildirirəm ki, sizin əməkdaşlarınız sayəsində mən bəli düzəlmişəm. Can, üzün gülsün. Valla. Sənin kimi... Sən dərslərindən 5 olsan, bax, aldıqca, gözəl danışdıqca bizim üçün ən böyük təşəkkür. Baxın, valla mənim bu uşağın bu cür təşəkkür edəcəyindən xəbərim yox idi. Sadəcə içimdən gəldi, soruşdum ki, nəsə sözün var və bu cür gözəl, mükəmməl cümlələr fikrini tamamlayıb, halal olsun, böyük irəliləyiş var. Amma doğrudan da təşəkkür sizədir də. Yəni, bunu edən sizsiniz də. Narınc ailəmizin gücü. Mən bilmirəm, necə edirsiniz bunu. Möcüzə aparatlarımızın gücü. Əstağfurullah, götürün mikrofonu. Nənə, gözün içi gülür, gözün içi həmişə gülür. Görün də o toyunda nənə neyniyəcək də. İnşallah, inşallah. Narınc xanım. Xüsusi təşəkkürlərim var sizə də, Narınc xanıma da. Sağ olun. Sizin hər ikinizin sayəsində. Sağ olun, əstağfurullah. Xalqlar dostluğu filialına. Çünki Narınc xanım öz mütəxəssisləri ilə güclüdür, komandası ilə güclüdür. Narınc xanım, burada hansı möcüzə baş verdi? Baxın, bu başındakı qırmızıları görürsünüz nə vəziyyətdədir. Başı çox qıpqırmızı. Bu qıpqırmızı göstərici bəzən necə başa düşürlər? Yəni, bax, bu kəkələməyə səbəb verən belə əsas nöqtələrdir. Deltası o qədər yüksək idi. 0-4 aralığında olmalı göstərici 32 idi. Yəni, normadan 8 dəfə çox idi bu uşaqda. Və elə bir
düşünün ki, beynində ildırım çaxmaları kimi nitq mərkəzində o çaxmalar olduqca dildə tutulmalar yaranır. Həm həyəcanı, qorxusu, kəkələmə də qorxu onun bir nömrəli düşmanıdır. İndi maşallah kəkələmədə həm qorxusunu düzəltmişik, həyəcanını düzəltmişik ki, həyəcanlananda kəkələməsi tutmasın. Maşallah dili düzəlib, özü zəkalı, ağıllı baladır usta. Dediklərimizin hər şeyi də eləyirdi. Qaşqabaq yoxdur, yerinə gülən bir üz duran dayanıbdır. Bunlar çox önemli. Mən həmişə deyirəm ki, zərin qiymətini zərgər bilər. Kəkələyən uşaqların içində bir brilyant var, amma o daşın içində yontulmamış daş kimidir. Onlar danışa bilmirlər deyən, həmişə hə, yox, bilmirəm, uzun cümlələrdən qaçırlar. Amma ürəkləri o qədər dolu olur ki, onların dilləri açılandan sonra belə cümlələr dilləri alim-alim. Düşsün ki, bu uşaq əvvəlki uşaqdır. Əslində həmişə bu brilyant var idi. Sadəcə mən onu zərgər kimi cilaladım və o brilyantın üzə çıxmasına köməklik elədi. Qəşəng loqopedik xüsusi məşğələləri oldu. Aparatla qalıcı nəticə alırıq. Mən hər zaman onu vurğulayıram ki, kəkələmə gedib qayıdan problemdir. Biraz eləyir, valideyn deyir ki, ay Allah, məsələn, bu dərmanı içdi, düzəldi, bu dərman keçdi, bitdi, yenə qayıtdı. Ya loqoped 10 gün işlədi, biraz azaldı, yenə qayıtdı. Bizim proqramımızda ən əsası həm tez nəticə alırıq, həm də qalıcı. Özdə bu aralar yaydı. Kəkələyən uşaqlarımız çox üst tutub gəlir. Sentyabraca biz onları hazırlayaq. İnşallah 2 aya bitiririk proqramımızı. Sizə uğurlar arzulayıram. Psixologiya sahəsindəki brilyant da Narınc xanımın özüdür, günəşidir o sahənin, brilyantıdır, parıldayır. O zaman hamınız birlikdə dağıda bilərsiniz. İnşallah sənin xeyir işində. Narınc xanım, təşəkkür edirəm. Nəticə göz önündədir. Minnətdaram. Yenə bir uşağımız tamamilə dəyişdi və tamamilə sağlam düşüncə ilə öz ayaqları üstündə dura biləcək.